Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri dəniz yolundan salamlayıram. Şüvalan dəniz yolu. Şüvalan parkdan aşağı düşəndə dənizə gedən yol. Vətən restoranından bir daha yenə həmən yoldan aşağı düşəndə gözəl küçələrin birində tam mərkəzi yola yaxın bir ərazidə. Çox gözəl, keyfiyyətli 3 ev tikilib. İkisi 1 mərtəbədir, biri 2 mərtəbə hələ bazara çıxmayıb, amma birinci ev satılıb. Allah xeyir versin. Bu evi alıblar, hal-hazırda təhvil təslim gedir. İnşallah ki, orada yaşayacaqlar. Bu ev 4 sot yox, 3,5 sotun içərisində inşa olunub. Çox qəşəng, səliqəli, balaca, xudmanı bir evdir. Bugünkü gündə 340 min manat start olaraq müştərilərimizə təklif olunur. Evin də kupçası var, torpağın da kupçası var. Ev bütöv olaraq əşyalıdır. Sol tərəfdə avtomatik olaraq darvazası var. Açıq qalıb, indi biz hal-hazırda açıq saxlamışıq. Burada manqal inşa olunub. Çox qəşəng, ağ kərpiclərlə gözəl bir manqal. Bura söhbətgahdır. Söhbətgahın bütün hər tərəfində cam balkonlar var. Burada açılır cam balkondan. Burada belə açılır cam balkondan. Bir də ön tərəfi. İndi ön tərəfini biz bütöv olaraq açmışıq. Birbaşa hovuza baxır. 3 metrənin 7 metrəyə olan filtrli hovuzdur. Mətbəx mebeli yığılıb, hamısı qaz qoyulub. Qaz sobası var, qaz çəkilib, qoşulub, su gəlir. Su da qoyulub, dəyərli izləyicilərimiz. Evin həyətinə 2 maşın yerləşər. Bir də küçəmizdə yeri var. Heç demək olar ki, evin həyətinə maşın salınmayacaq. Çox qəşəng, gözəl bir yaşıllığı, landşaft hissəsi, səliqəli, balaca bir evdir. Kamera xəttləri, kameralar hamısı çəkilib, hal-hazırda internet çəkilib, hazırdır. Qazı, suyu, işığı hamısı var, daimidir. Bir daha söyləyirəm, çox gözəl yerdə yerləşir. Məkan olaraq çox qəşəngdir. Məsləhətlidir, gözəldir, qiymətində də endirim olunacaq. Bura qonaq otağıdır da, düzdür? Bura qonaq otağıdır, birbaşa hovuza baxır. Bu tərəfdə isə mətbəx var. Qarşısında kiçik də olsa verandası, yerdən 2 daş hündürdə inşa olunub. Hətta burada mərkəzi yolda kanalizasiya sistemi də var. Ev sahibindən soruşmamışam, yalancı olaram, qoşub qoşmayıb. Amma məncə kiməsə lazım olsa aparıb qoşmaq olar. Çünki yaxındır. Ya Allahın adı, sağlam olun adı. Yaxındır, yaxın bir ərazidir. Keçək evin daxilinə. Gəl. Buyurun. Evin daxilinə keçən kimi sağ tərəfdə mətbəx, mətbəxin qarşısı açıqdır. Əziz izləyicilərimiz, mətbəxi açıq eləyib. Birbaşa keçən kimi dəhliz açıq mətbəxdir. Amma mənə elə gəlir ki, buradan kimsə bağlaya bilər də. Çünki burada divardır, orada bağlaya bilər. Mətbəx mebeli yığılıb hamısı, bütün kondisioner də qoyulub mətbəxə, TV stand bura yığılıb. Sol tərəfdə dolab var. Divarın içərisində dolab yığılıb paltar asmaq üçün, asılğan. Keçirik. Burada bəzənmə stolu dəhlizdə. Geniş belə bir bəzənmə stolu qoyulub. Sol tərəfimiz qonaq otağıdır, göstərəcəm sizlərə. Birinci yataq otağı, TV stand, bəzənmə stolu, 2 dənə yataq dəsti. Uşaqlar üçün nəzərdə tutulmuş yataq dəsti qoyulub 2 ədəd. Pərdələrdir, tüllərdir, çılçıraqlardır, spot işıqlardır, hamısı qoyulub. Ev bütöv olaraq isti döşəməklə təmir olunub. Bu ikinci yataq otağı, hansı ki valideyn yataq otağı kimi nəzərdə tutulub. Burada bəzənmə stolu, burada dolab, divarın içərisində qardirob kimi istifadə eləmək üçün. Wi-Fi aparatı, televizor, TV stand və daxilində sanitar qovşağı. Kondisioner, yataq dəsti. Ev əşyalıdır. Bir sözlə tam əşyalı. Sadəcə bəzi əşyaları çatmır. İnşallah yeni müştəri kim alacaqsa gətirib qoyar, istifadə etməyə başlayar. Şüvalan parka yaxın, dənizə yaxın, Vətən restoranı Buzovna Mərdəkan yoluna yaxın bir ərazidə yerləşir. Burada mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Üçüncü yataq otağı, yataq dəsti, dolab, TV stand, bəzənmə stolu. Ev bütöv olaraq bir daha söyləyirəm. İsti döşəməklə təmir olunub, qazı, suyu, işığı hamısı var, daimidir. Sonda isə sizlərə qonaq otağını təqdim edirəm. Qonaq otağımızda divan, kreslo, kiçik bir stol, tam
Sol tərəfdə TV stand və mərkəzdə böyük bir televizor. Qonaq otağının həyətə baxan görüntüsü. Əziz izləyicilərimiz, pəncərələr hamısı cildlidir. Həm də qapı kimi istifadə olunur. Çox sağ olun, əziz izləyicilərimiz. Bizi izlədiyiniz üçün bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. Təşəkkür edirəm.